Salam, gəlin bu testin izahına baxaq. Choose the line of nouns in the singular. Yəni, tək isimlər cərgəsini seçin. A variantında paper mənası acı biber deməkdir və qida məhsullarına aid olan isimlər həmişə təkdə olur. Cotton pamuk deməkdir. Material bildən isimlər sayılmayan isimlərdir və ümumiyyətlə sayılmayan isimlər çox cəmlənmir. Pencil es keçisi qəbul etmədiyi üçün bu üç sözün üçü də təkdir və A variantı doğru variantdır. B variantında eğer tək isimdir, amma pen sözündə es qaydanı pozur, daha doğrusu testi düzgün davranış götürmürük. Çünki burada es lalilər şəkilçisidir, yəni cəmliyini bildirir. Kindness sözündə isə burada es şəkilçisi cəmliyi yox, bu ness sözü özü birlikdə şəkilçi bildirir və ümumi mənası da dostluq deməkdir. C variantında iron sözü təkdədir, amma sportsman sözündəki men man olsaydı doğru götürərdi. Onca C variantı da gedir. D variantında balls burada es şəkilçisi qəbul edib və bayaq dediyim kimi də lalilər mənasını bildirir və bu da bu variantın doğru olmadığını göstərir. Water və information sözləri də sayılmayan isimlərdir, yəni təkdədir. Y variantında meat sayılmayan isimdir, mənası ətdir. Qida məhsullarına aid olan isimlər həmişə təkdə olur. Ship sözü həm tək həm cəmi ola bilər deyə bu variantı, yəni bu sözü saxlayırıq. Amma skills sözü bu mənası tərəzi deməkdir və iki bərabər istifadə olan isimlər həmişə cəmdə olur deyə Y variantı da gedir, qalır A variantı.